WhatsApp'ta da, TikTok'ta da. Bakımlarını çekenlerin, ermeğimi yiyenlerin atmışam bloka. Benim özüm bir beləyəm, arıq çəlimsiz bir şeyim. Ama zaten bir resim var da, bir ağırlığım var, bir ağır bir daşım var. Hiç nereye elem düşürəm onun başına. Bir ağırlığım var da, zaten bir daşımın bir iki ağırlığı var. Özüm bir şey olmasam da daşım ağırdır. Onu boydan millət burada ayağa ki, sağ olsun, Kur'an'a and olsun, insanları o kadar çok istəyirəm. Bilirsən neye göre? Ben demirəm, mən beləyəm, məndən yoxdur. Ama hakkın tərəfini saxladılar. Mən ona ne var bu sanki? Özgülərim, çayım gelmir, suyum gelmir. Biləsin bana. Şimdi ne olacak? Rızını veren Allah. Bir dənə onu bilirəm ki, insan gerek çalışır ki, hürmet kazanar. Vallahi pislik eləmək çox hasad bir şeydir, Kur'an'ın adına. Pislik eləmək çox hasad. Yaxşılıq eləyəsən də o yaxşılığını cəmaata ona görə çox istəyirəm ki, hamısı mənim tərəfimi saxladı ki, məhdum deyə. Belə biz bilmirəm, hamısı görürdüm də, yazılarda görürdüm, hər bir tərəfin yazılarına da görürdüm. Vız gelir, her şey vız gelir. Vız gelir. Ben ne bileyim neyse. İstəyərib danışıram. Ama sabah gedirəm həkimə uşaqlar. Gedirəm sabah həkimə tezdən duracağım. Gedim börəklərimi malceylim, təzdən aparata saldırım. Gedim analizat verim də təzdən. Birinci kurs malcə elətdirdim axı. Gedim ikinci kursumda malcə elətdirim. Gedib analiz verib, oradan da gedəcəm həkimə resept yazsın. Börəklərim şeydi çox. Birinci kursun şeyi malcə eləmədi. Rengin ağabaq diye. Rengimdən xəstələnmişəm bana. Börəyimdəndir. Böreğimde taş var bana, bəs kist var, taş var. Yani narahat edir. Geçen dəfə düşdü daşımın biri. Neçə il bundan qabaq. 10 dəqiqə içində bilsən nətər oldun. Elə bil ki, illərin xəstəsi. Allah hamd olsun. Bunu görə də gedim şey edeyim. Gedim yoxladım da, gedim deyim həkimə, xarşı ilə firma dərmanı yazma. 3 dənəsi 103 manat elədi. 103 mü 106 manat, yadımdan çıxır 105 manat idi. Yadımdan çıxır rəqəm, biləm 100 manatdan çox idi. Allah hamd olsun. Niyə ton balıqdın? Ana ağayracan. Alçaqdın ağayrım, belə eləyib, başını çatır sənin. Biraz eyləsən, kişi mi görəsən? Aşağı dana. Seylərin qırılsın, söz tapırıyı danışmağa. Cəmaat məni tərifimi saxladılar, sağ olsun Allah. Gördülər ki, cəmaat özü qıraqdan baxanda görür ki, mən içi fəsad adam deyiləm. Durum kiməsə pisliyi. And olsun Allah, hamı ilə yola gedən adamam. Ən pis adam olsun, onunla da yola gedirəm. Amma əyğimi tapdalamasın da, heç kim əyğimi tapdalamasın. Onu düşəm, o mən deyiləm. Yəni insan elə bilirlər ki, ay Məftun dörtlükdə olmayan da Məftun qabağa gedəməyəcək. Məftun sağ olsun, bana babuş dəstək olur. Allah onu dostluqdan əski eləməsin. Bana çox dəstək olur, ha o. Heç bax, onu itirmərəm. Yəni ki, babuş bir tüplətin kralıdır. Babuş reytingdən düşür yəni. Babuş güya niyə getmədim? Yansın da anam xəstəydi. Bax, bu dəqiqə qızdırmam da yatıbdı. Dedi ki, qızdırmam elə biraz düşür. Gün ortadan deyir ki, üşüyürəm.
TikTok'un kraliçası da bilirsiniz kimdir? Arzum. Arzum. Yayını düşmeyen, güzel, yaraşıklı, şirin, bal kimi Arzumdur. Arzumdan o yanası yoktur. Bəli, düz eşitdiniz Arzum. Güzeldir, mehribandır, maraqlıdır. İnsanın əsas maraqlı olmalıdır başlıca. Efendim Məftun, efendi günün olsun. Bir bala ben kürmür ama ben dilimi özüme qoyacaqdım. Belə desəm öldürərlər, demesəm dölərəm. Allah. Antibiyotik eləməsən çətin düşür da. Antibiyotik elətirəm da. Bunları geçək qoyum. Pişiyin şeyinə, zatına. Pişiyimin qabına. Buna bax. Şuraya yenə zibillə doldu. Pişiyimin qabına gətirirəm, qoyuram. Nədir bu cücənin bağırsaqlarını? Pişiklər gəlib yeyir. Deyim bunları yiyəm bura. Pişiklər məndən əl çəkmir, ha qardaş. Buna bax, heç atlarını bilirəm, pişik. Qoyuram bura, gəlib özləri yeyirlər. Buyur Məftun. 40 efsane, nasılsın? Nasılsın abi? Məftun babuşa zəng eləsin, yayın açar. Daha ince babuşla danışırdım. Ya babuşla yere koydum, telefonlaştım, yayın açtım. Dedim babuş gittim yayın açam, dedi sabah bize gel. Ha, gözümler olma. Sabah yedim, analiz verim, yani böreğim ağrıyır. Gedim analiz verim, gedim müalicə yazdırım. Anamın da bir tane dermanı var, gedim onu alım. O birisiləri aldım, əlinə ayağına görə. Yazıq arvad ayağını yerə basa bilmir. Onu aldım, bir mazları, 3 tane mazlı karıştırırsan birbirine, sürtürsen eline, ayağının altına. Bir de var atmadır. Onu da alın, oradan da gideceğim babuşkile. O Fərəni tulladım aynı, onun eti hoşuma gelmedi. Bir geneləm, ben onu yiyemlerim. Çok xəstələnmişdi. Dedim kesim ölməsin de gördüm eti qaralıb. Asla yiyemem onu, asla. Asla, asla vazgeçemem senden asla. Olamam ben sensiz, yapamam sevgisiz. Bağışlama bu bilirsiniz nədir? Mənim rəhmətli nənəmin dostuydu. Baba, gör nə gözəldi. Suyu birdən nətər çəkir, belə suyu belə çəkirsən stolu belə. O vaxtın materialları yaxşıydı, nənəm gördüm. Tullamırdım, benim ortasını zaten sarı yerleri kesirdim, deşmən yerlerini. Düşürdüm, qoynadım, ağlayanda gözümü yaşı sirirəm, gibi geldi ağzım qırağını sirirəm. Görürəm stolun üstü şeydi, belə şakkoltuyla stolun üstünü sirirdim, stol əskimizdir. Nağayın yaxşıdır, tərtəmizdir. Nənimə də qurban olun, onu turstu yinədir. Yedim sketanımı gətirim. Benim külküm arvad oldu. Böyle bıyıkları arvadlardan olmuyor. Temiz. Arsaqlar, Allah rəhmət eləsin. Nənəmi bilirsiniz nə varırdım. Həqqı deyirəm. Belə bir paraliz keçirmişdi də. Bir ayağı işləmirdi. Çəyinlə gəzdi. Yeriyəndə belə birdi. Belə bıraxa gedirdi. Qoş arvadlarına neynəsin? Nəysə arvadı qoymasın. Nənəmlə tərisi gələ. Kök arvadıydı. Faralarda belə yekətdə. Geçti oturaq həyat keçirdi, topal adam idi. Qoymazdım yayın gün onunla iyi gələ. Allah'ın olsun. Şeydə aparırdım, nənəmi salırdım hamama, geçirkənə. Əlimi salırdım altdan, bax, əlimi kisəliyirdim, maşal qalıyırdım. Ayağının arasından girib küreğindən çıxırdım. Bax, belini sürtürdüm, qoymazdım arvadım bir təhlükələr. Turunu, tursigini, lifçiyini, paltarını atırdım maşına, yürürdüm. Deyirdim, nənə sağ, bir alqı şey deyirdi. Deyirdim, nənə sağ qurban. Allah haqqı. Deyirdim, nənə sağ qurban. Sən mənim üçün izdirəndə
Elə canıma yatır, elə rahat oluram, elə rahat oluram. Canım elə rahat olur. Deyirdim, az ölməmişəm ha. Birdən gətirdim uşaqlar. Birdən gətirdim, bütdaşın arasına pul zat qılırdım. Deyirdim, məftum pulum olmayan ürəyim sıxılır. Allah'a. Yaşlar var idi dana. Mənim yanımda öldü yüzdə. Demə, niyə demirəm az dəndə? Ne pis danışmıram, mən eləmi içimizdə məmnun danışıram. Kaş hamının nəvəsi mənim kimi ola. Allah haqqı. Səni bəyli. Sən də gəlin öləsən, gərdəkdə. Dilin qatlansın, gərdəkdə öləsən. Allah ölənlərin rəhmət ayət hə. Hə, olacaq eyib bir. Vallahi Quranın adına. Kaş hamının nəvəsi mənim kimi ola. Nənəmə ilə baxırdım, bütün qohum əqraba bilir. Evdə bir stolumuz vardı belə. Ortasını deşmişdik də, kəsmişdik. Kaşoğun ora qoyurduq. Evdə çölə gedirdi. Həyətdə qabaq kimi evin içində deyildi şeyimiz. Elə Bakıda qalırdılar. Hə. Geçək onu kaşoğunu oynadı, aparıb tutulluyordum. Babuşgülə niyə? Babuşla danışmışam da. Anam qızdırmalıdı, ona görə Quranın adına. Ona görə getmədim. Sabah da dedim, bir də qeyib qayıtmayayım da. Gedəndə bir dəfəlik gedim. Sabah gedəcəm, analiz verəcəm böyrəyimlə. Görsüz rəngim ağarır deyib, böyrəklərim ağrıyır. Gedim, analiz vereyim. Sonra boşaldıram. Nəyə boşaldırsan? Ay sən Məmmədova. Mənim zivilim də var, onu da gəl boşaltdana. Qadası nə olar ki? Belim ağrıyır, valla par tullaya bilməm. 5 manat verəcəm, gəl onu da par boşalt. Zivil boşaldırsan, yoxsa kubik boşaldırsan? Sağ ol, sən nədirsən Lelişka? Küstüm sənə, ha? Yox, yardım. İnşallah çox bir şey, böyük bir şey çıxmaz. İnşallah, böyrəyimdə daş var, ona görə ağrıyıram. Niyə oxumuram, da onu yazıqlayım. Salam, qaçın yemləsərsən. Tamam. Mən aldı. Az mən üstü yoxlarım, anamın dərmanını ala bilməm. Mən səndə sıra olacağım. Mən də nənəmə tək baxmışam, Allah'ım. Allah köməyin olsun. Vallahi yaşlı adama baxmaq yaşlıydı. Rəqim, hə. Və böyrəyim ağrır, dana Lelişka. Ona görə gedirəm həkimə. Böyrəyim ağrır, həvəsim olmur canlaşmağa. Məftun başqasından doğmuşam evdə. Ooo! Üzünə qara yara çıxsın, heç nə demirəm. Allah köməyin olsun. Şuna tutacağım. Saçqa tualetdə çapda foxsuyum. Sənə də saçqan qarşığı oxşuyur. Uşaq qarşığına. Qarşına saçdaysan, sən mən qaş alanam. Zat evlən eləmişəm. Mənim pinsetim var, mənim hövsələm var, oturan bir qaş dənliyəm. Kukulacan. Baboş deyirdi ki, nə deyirdi də görək tatlı zat elə görə nərək dədi. 40 əfsanə burada olsun da, ana. Ay balam, 40 əfsanə nətər buradadır, başa düşmədim ha. Sapa, az neynəm sapı səndə? Belə yaxşı, müğəndi adamam. Bu dəqiqə qaşını almayan müğəndi kişiyə pis baxırlar. Sən qızsan yoxsa oğlan, heç birisindən gəlin xeyrağım. Kulan yeyim göstərim, kulandan görürsəm. Gördün, bir də görməyəsən, üçün göstərməyəcəm. Siz özünüzü niyə bu ver? Xoşuna gəlmirəm. Qız uşağıdır. Buğa gəlin. Bir həftəyin gəlini. Ürəyə bulanın gəlin xeylağı. Ay məftun, ha. Çox nazlı edim sən. Az valla mənim qaşım nazlı idi. Qız vaxtlarımdan mənim qaşım nazlı idi. Sonra ne yapayım Hasan evine, kız tapıram diye bilenem. Ay məftun, dekabrın 7'si doğuşuydu. Ayla ayıza, bu sen nedir oldu kadası? Havaymış. Fısıltısına durdum ki havaymış, gazıymış, üstü gitti.
Uçtu göylərə bizim peykimiz. Məftun Göyçarlı Mətanət xanım deyir ki, istək atsın. Göyçarlı kimdir? Mən tanımıram elə adamdır. Məftu sağ ol, sən nə tərsən Həsənli çaşqına bayılıramdı. Gözəldir həqiqətən də, maraqlıdır. Neynə çayçıma? Qız vaxtı nəyə dala, özümə niyə? Adətən vızı dana budanmış. Adı baxı Yusif. Hayf yok, addan ki sağ qurublar. Haçan, nə bilim, ay bala, bilməm vallahi sevdi. Ha vaxt evlənəcəmsə, Allah bilir onu. Can Fidan, ürəyim sağ qurban, ha Fidan. Məftun gəlim yanına. Nəyə? Öz nömrəni ver, bu dəqiqə yaz. 069 yaz nömrəni deyirəm. 069 0031 yazdın mı? Amma o nömrəyə zəng gəlmə, çünki mənim nömrəm deyil. Öpürəm səni, ay oğlanla qız şəkili. Məftun Mətanət Əsədova var. O deyir ki, Məftun istəyər. Hə, Əsədova Mətanət. Bir dəqiqə deyanın. Bu gör Mətanət Əsədova buradadır. Mən onunla... Mətanət Əsədova, mən bilmirəm, yadında qalmışam, yoxsa yox, bu bir dənə yadına salarım onu. Deyim, Mətanət xanım, həmişə Nailin bir Məmməddə gildə olur demək. Mətanət Əsədova. Axı canlıda deyil, ay ürəyim. Yo, burada yazı Mətanət Əsədovalar var. O canlıda deyil. Bu gör nə qədər adamı var. 72 mində şeyi var. O canlıda deyil, yalanını danışmayın. Bu il evlənəcəm, inşallah. Bana da deyir, mənim bürcümdə deyir ki, bu il ola bilər, qəfildən riski evlənərsən. Allah iləsindən qabağıma bir yaxşı qız çıl. Birinci işim yaxşı olsun ki, ay cəmaat. İşim yaxşı olsun ki, evlənə bilim də, ailəmi saxlaya bilim. Sabah arvad kapotun qabağını qaldıranda, uşaq doğulanda pampers ala bilim, nəsə işlər vardı orada, onları ala bilim. Atırpas Bayraz buradan. Dediğin adını buraya yazma. Bayaqdan deyir ki, Məftun indi bağladı canını. Məftun can Zəhra. Bayaqdan deyir, Məftun indi hə, ola bilər. Mətanət Əsədova, mən Pastiyanla Nailin bir Məmməddə gildə olurdum, o da gəlirdi onlara. Bilməm, orada yanında qalmışam, ya qalmamışam. Biz bir yerdə production'daydıq da. Desəm özü biləcəkdir, yadına bəkə düşərəm. Gəl evlənəkdə. Həqqı. Məftun, privet qadınam, privet. Məftun, sənə söz deyirəm, qulaq az diqqətlə. Emin, Mətin, çox sağ olun, təşəkkür edirəm. Aşkım canlı bildiriş gəlmir. Bilmirəm niyə, ay xədiş, bilmirəm axı niyə gəlmir. Bu mənim problemim deyir, TikTokumdur. Sizə bir şarkı söyleyeyim mi? Bir bakış baktın. Bak Mətanət Əsədova qoşulsaydı o mahnını oxuyardıq. Bir bakış baktın, kalbimi yaktın, aşkın kemendini boynuma taktım. Bahçende gülün, kapında kölen, olmaya razıyım sevgilim senin. Canım fedadır senin yoluna, günahlarım da senin boynuna. Çıkalım seninle Bağdat yoluna. Sen bir şahinsin, ben garip serçe.